Zəfər paradındakı Heydər Əliyevin böyük portretin vertolyotdan salladıb Azərbaycana nümayiş etdirməmişdilər. Fikir verirəm, bəzilərinin bu xoşuna gəlməyib. Sual eləyirlər ki, ordumuzun bu şanlı qələbəsinin Heydər Əliyevə nə dəxli var? Mən bu fikri qədir bilməzlik kimi qiymətləndirirəm və fikrimi faktla sübut edəcəm. Bu tarixi yadınızda saxlayın. 10 avqust 1993-cü il. Bu o zaman idi ki, hələ Heydər Əliyev özün prezident elan eləməmişdi. Ali Sovetin sədri idi, spikeri. O zaman Rusiyanın Sobesednik qəzeti Heydər Əliyevdən müsahibə alıb. Həmin müsahibəni Azərbaycan dilində dediyim tarixdə Azərbaycan qəzeti nəşr eləyib. Müxbir Heydər Əliyevdən soruşur. Necə oldu ki, siz ermənilərlə, Ermənistanla atəşkəsə nail ola bildiniz? Çünki Heydər Əliyev həmin vaxtdan əvvəl Naxçıvanın rəhbəri idi və Naxçıvanla Ermənistan arasında sülh bağlanmışdı. Heydər Əliyev deyir, cavab, mən erməni rəhbərliyi ilə müntəzəm əlaqə saxlayırdım. Onların dilin tapıb buna nail oldum. Çünki, diqqət, Naxçıvanlılar mənə deyirdilər ki, aclığa dözərik, susuzluğa dözərik, işıqsızlığa dözərik, şəraitsizliyə dözərik, tək ki vuruşmayaq. Tək ki vuruşmayaq. Görürsünüz necə cəsarətli, xalqa inan verən, onun döyüş əzmini qaldıran bir insan olub Heydər Əliyev. İndi o şəxsin parlaq obrazına necə ağız büzə bilərsiniz, ey müxalifətçilər?